Otların qoxusunu çox sevirəm. İsti havalarda parkda yürüyüşə çıxdığımız zaman otların o gözəl qoxusu bizə gəlir. Bəs bunun səbəbinin dolayı yolla da olsa transpirasiya ilə bağlı olduğunu bilirdinizmi? Bəs transpirasiya nədir? Sən bilirsən? Bitkilər də digər canlılar kimi sudan istifadə edir. Su bitkinin kökü vasitəsilə torpaqdan qəbul olunur və gövdə vasitəsilə yarpaqlara ötürülür. Əslində suyun yarpaqlara çatmasına həm kök təzyiqi, həm də yarpağın sorucu qüvvəsi təsir edir. Heyvanlarda suyun artığı ifrazat sistemi vasitəsilə xaric olur. Bitkilərdə isə bu proses transpirasiya vasitəsilə baş verir. Hocam, transpirasiyanın baş verməsi adətən yarpaqda və yaxud da gövdənin cavan hissəsində ağızcıqlar vasitəsilə olur. Ağızcıqlara daha çox yarpağın alt dəriciyində təsadüf olunur. Su bitkilərində yarpağın üst dəriciyində təsadüf olunur. Lakin 2 dənə bitki var ki, bunlarda yarpağın həm üst, həm alt dəriciyində ağızcıqlar olur. Bunlar kələm və süsəndir. Yadda saxlamaq üçün mən uşaqlara deyirəm ki, bunu küsən kələm olaraq yadda saxlayın. Sanki kələm küsmüşdür. Küsən kələm, süsən kələm. Transpirasiya prosesinə təsir edən bəzi faktorlar var. Onları sadalayaq. Məsəl üçün, yarpağın səthinin sahəsi, havadakı su buxarı, yəni rütubət, küləyin olub olmaması, yarpaqda ağızcıqların miqdarı, ağızcıqların yerləşməsi və s. Bunların hamısı transpirasiyaya təsir edən amillər sırasındadır. Transpirasiya zamanı su yarpağı tərk edir və əslində yarpağın sərinləməsinə də kömək göstərir. Quraqlıqda yaşayan bitkilər suyu onsuz da az tapırlar. Tapdıqları az suyu da buxarlandırmaq istəmirlər. Ona görə onlarda bəzi uyğunlaşmalar var. Bu uyğunlaşmalara onların yarpaqlarında kutikulanın daha qalın olması, ağızcıqların sayının daha az olması və yaxud da kökün dərinə doğru getməsi suyu tapmaq üçün misal göstərə bilərik. Xırda yarpaq və iri yarpaq. Bunların hansında transpirasiya daha sürətli gedəcək? Təbii ki, yarpaq sahəsinin böyüməsi transpirasiyanın sürətini artıracaq. Uşaqlara çəkdiyim bir misal var. Çay içmək istəyirik, amma çay çox qaynardır. 2 nəlbəkimiz var. Biri çox balacadır, digəri daha iridir. Qaynar çayı balaca nəlbəkiyə töksək, daha gec soyuyacaq. İri nəlbəkiyə töksək, daha tez soyuyacaq. Yarpaq sahəsi də iri olduğu zaman transpirasiya daha sürətli gedər. Və yaxud ətrafda küləyin əsməsi. Bu da transpirasiyanın sürətini artıran bir amildir. Yenə çay misalından deyəcəm. Çayımızı üfürdüyümüz zaman daha tez soyuyacaq. Və yaxud da ki, paltarlarımızı çöldən asmışıq. Küləkli havada paltarlar daha tez quruyar. Təbii ki, isti havada da tez quruyacaq. Yaxşı, videonu yenə hər zamanki kimi bir sual ilə bağlamaq istəyirəm. Deyin görək, havada işığın, günəş şüasının miqdarının artması transpirasiyanı sürətləndirər yoxsa zəiflədər? Və bunun səbəbini necə izah edə bilərsiniz?